Əməvilərin yaratdığı, öz o muzlu alimlər tərəfindən yaratdığı cəbrilik əqidəsi. Bəli. Allah alnımıza yazıb. Allah Yezidin alnına yazmışdı ki, İmam Hüseyni öldürsün. Yezidin günahı yoxdur. Allah İmam Hüseynin alnına yazmışdı ki, öldürülsün. Yezidin günahı yoxdur. Yəni, nə gəlirsə, indinin özündə həmin təfəkkür davam edir. Deyirlər ki, Quran buyurur ki, Tilkə ümmətün qəd xələt. Ləhə mə kəsəbət və ləkum mə kəsəbtum. Və la tusaluna əmmə kanu yəməlun. Oldu, keçdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız özünüzə, siz onlara görə cavab verməyəcəksiniz. Bunu indi çox oxuyurlar da. Hə, çox oxuyurlar. Niyə? Çünki həmin Əməvi əqidəsinin təbliğidir ki, belə cəmaatı sakitləşdirin ki, Yezid İmam Hüseynin zülm eləyib, olub da indi, əl çək. Hə, yaranı deşmə. Keçdi də. Amma bu psixologiyada bir şey var. Tamamlanmamış hadisə ömür boyu insanla yaşayır və insan həyatında problem yaradır. Bu da həmin şeydir. Sosial psixologiyadır. Yəni, mən görürəm ki, tarixdə bir zülm baş verib. Mən zalimlə məzluma eyni səviyyədə mövqe sərgiləyirəm. Quran-ı Kerim niyə bu tarixi nəql edir ki? Əgər nə qədər tarixlər, heç bir ibrət almarıqsa, heç bir nəsihət bunları niyə bizə deyir, bəli. Onda niyə görə bu nəql edir? Elə deyirdi ki, heç nədə bu keçib gedir. Fə'təbiru ya ulul əbsar nə deməkdir bəs? İbrət alın. Niyə ibrət alım, yəni neyiniyim? Hayır, oldu, neyiniyim? Fənduru keyfə kana aqibətul mükəzzibin. Baxın, görün, təksibçilərin sonu nə oldu? Mən bundan dərs almayacamsa, ibrət almayacamsa, müsbətdən dərs almayacamsa, mənfidən ibrət almayacamsa, onda bu tarixi, onda belə çıxır ki, bunların nəqdəsini tarix oxumaq lazım deyil. Niyə? Oldu, keçdi də. Və ikinci tərəfdən, kim sizə bu səlahiyyəti verib ki, dünən olmuş hadisəyə deməyəsiz oldu, keçdi. 14 əsr əvvəl olmuşa deyəsiz oldu, keçdi. Bu nəyə əsasəndir? 5 dəqiqə bundan qabaq səndən zorla pulumu alsam, deyəcəksən ki, pulumu ver. Deyirəm, niyə verim? Oldu, keçdi də. Yox, bu olub keçməyib. Tarixdə olsaydı olub keçərdi. Bu gülünc, bu paradoksal əqidəni Əməvilər yayırdılar ki, oldu, keçdi, bu hadisə oldu. İmam Hüseynin alnına yazılmışdı, Yezidin alnına yazılmışdı. Yəni, heç kəsin ixtiyarı yoxdur.